Salam. Bugün sizin təqdim etdiyiniz maraqlı mənbələr əsasında Səfəvi dövlətinin tarixinə baş vururuq. 1501-dən 1736-cı ilə qədər mövcud olmuş bir imperiya. Salam. Bəli, bu dövlət doğrudan da Orta Şərqin, siyasi, dini, hətta mədəni mənzərəsini çox dəyişib. Məqsədimiz də elə budur ki, anlayaq. Bu dövlət necə yarandı? O ideoloji əsasları, türkçülük və şiilik nə idi? Və sonda niyə süqut etdi? Gəlin elə başlayaq. Başlayaq. Mənbələr də çox aydın göstərir ki, Səfəvilər sadəcə bir sülalə olmayıb. Daha çox özünə məxsus bir ideologiya üzərində qurulmuş sistem idi. Bəli. Bugün elə o sistemin əsas elementlərini, onların dövlətin talehinə təsirini müzakirə edəcəyik. Hər şey, deyəsən, Ərdəbildəki bir sufi təriqətindən başlayır, hə? Şeyx Səfiyyəddin qurub bunu. Düzdür. Amma o mənəvi hərəkat zamanla siyasi gücə çevrilib. Və sonra səhnəyə İsmail çıxır. Çox gənc yaşda, cəmi 12 yaşında. Bəli, Qızılbaş tayfalarının dəstəyi ilə. Onlar ki, Səfəvilərin əsas hərbi gücü idi. O güclü türk döyüşçü qrupları. Məhz onlar. Onların dəstəyi ilə İsmail hakimiyyətə yürüş edir və 1501-ci ildə Təbrizdə özünü şah elan edir. Səfəvi dövlətinin əsası belə qoyulur. Maraqlıdır. Hətta daha maraqlısı odur ki, Şah İsmail təkcə hərbi lider deyildi, elə deyilmi? O həm də şair idi. Xətai təxəllüsü ilə yazırdı. Bəli, Azərbaycan türkçəsində çox gözəl şeirləri var. Deməli, onun hakimiyyətinin iki əsas ideoloji sütunu vardı. Mənbələrdə də bu vurğulanır. Biri türk kimliyi, yəni türkçülük. Tamamilə doğru. Qızılbaş tayfaları, Qacarlar, Afşarlar, Rumlular, Şamlular və başqaları dövlətin hərbi dayağı idi. Azərbaycan türkçəsi isə sarayda, orduda əsas dil idi. Bu, dövlətin kimliyinin çox vacib bir parçası idi. Bəs ikinci sütun, şiəlik. Bunun rolu nə qədər böyük idi? Bu sadəcə dini seçim idi, yoxsa başqa məqsədlər də vardı? Çox yaxşı sualdır. İkinci sütun, bəli, 12 imam şiəliyi idi. Şah İsmail bunu rəsmi dövlət dini elan etdi. Amma bu, təkcə dini bir məsələ deyildi. Siyasi tərəfi də vardı deməli. Əlbəttə. Bu, həm də qüdrətli Sünni Osmanlı imperiyasına qarşı, ideoloji bir fərqlilik, bir müqavimət xətti yaratmaq məqsədi daşıyırdı. Strateji addım idi. Səfəvi kimliyini möhkəmləndirirdi. Aydındır. Və bu ideoloji fərqlilik təbii ki, Osmanlılarla toqquşmaya gətirib çıxardı. Məşhur Çaldıran döyüşü, 1514-cü il. Bəli, mənbələrdə bu haqda çox yazılıb. Osmanlılar qalib gəldi, amma Səfəvi dövləti məhv olmadı. Bu önəmli məqamdır. Deməli, dövlət bu zərbəyə baxmayaraq ayaqda qala bildi və hətta möhkəmləndi. Bu da bizi Şah Abbas dövrünə gətirir. Mənbələrin Qızıl Çağ adlandırdığı dövrə. Dəqiq elədi. Çaldıran bir sarsıntı idi, amma dövlət yaşadı və 1-ci Şah Abbasın hakimiyyəti, 1587-1629-cu illər, həqiqətən də imperiyanın zirvəsi hesab olunur. Nələr etdi Şah Abbas? Hansı islahatlar oldu? Baxın, o çox mühüm dəyişikliklər etdi. Məsələn, Qızılbaş əyanlarının həddən artıq güclənməsinin qarşısını almaq üçün yeni bir ordu yaratdı, Qulam ordusu. Bunlar əsasən Qafqaz mənşəli, birbaşa şaha sadiq döyüşçüləridir. Hə, o qulamlar məsələsi. Bu, Qızılbaş təsirini tarazlaşdırmaq üçün idi. Bəli, sonra paytaxtı Qəzvindən İsfahana köçürdü. Ölkənin mərkəzinə daha yaxın. Bu da mərkəzi hakimiyyəti gücləndirdi. Ticarət, sənətkarlıq inkişaf etdi. Osmanlılardan Təbriz, Bağdad kimi vacib şəhərləri geri aldı. Doğrudan da böyük bir transformasiya, strateji addımlar. Amma, necə deyərlər, hər yüksəlişin bir enişi olur. Şah Abbasdan sonra nə baş verdi ki, dövlət zəifləməyə başladı? Materiallar bu barədə nə deyir? Mənbələrə baxanda görürük ki, Abbasdan sonraki hökümdarlar, xüsusilə Şah Sultan Hüseyn, onun qədər qətiyyətli, bacarıqlı deyildilər. Saray çəkişmələri artdı. Daxili problemlər baş qaldırdı, yəni. Bəli. Köhnə Qızılbaş elitası ilə yeni yaradılmış qulamlar arasında rəqabət gücləndi. Və ən əsası, Şah Sultan Hüseyn dövründə dini məsələlərdə dözümlülük azaldı. Şiəliyi daha sərt formada tətbiq etməyə çalışdılar. Bu da yəqin ki, narazılıq yaratdı. Əlbəttə, xüsusən də sünni əhali arasında. Daxili birlik zəiflədi. Deməli, bu daxili parçalanma, narazılıqlar bir növ xarici qüvvələr üçün fürsət yaratdı.
Tam olaraq bu zəiflikdən Əfqan tayfaları istifadə etdi. Mir Mahmud Xatakinin rəhbərliyi ilə 1722-ci ildə İsfahanı aldılar, paytaxtı. Və bu, faktiki olaraq dövlətin sonu deməkdir. Demək olar, Şah Sultan Hüseyn taxtdan əl çəkdi, dövlət faktiki çökdü. Və nəhayət, rəsmi sonluq 1736-cı ildə gəlir, Nadir Xan Əfşar, Səfəvi ordusunun sərkərdəsi, özünü şah elan edir. Bəli, və bununla da Səfəvi sülaləsinin hakimiyyətinə son qoyulur. Beləliklə, Səfəvi hekayəsi, türk hərbi gücü, Şiə ideologiyası, Şah İsmayıl, Şah Abbas kimi parlaq liderlər, amma sonra daxili çəkişmələr və süqut. Çox qatlı bir tarixdir. Həqiqətən də. Səfəvi dövləti 16-cı, 18-ci əsrlərdə regionda çox dərin iz buraxıb. Türk kimliyi və Şiə ideologiyası üzərində yüksələn önəmli bir güc idi. Onun yaranması, yüksəlişi və süqutu bizə göstərir ki, daxili birlik, güclü liderlik, ideoloji dayaqlar bir dövlətin taleyində nə qədər həlledici rol oynayır. Bu materialları birlikdə müzakirə etdikdən sonra məndə belə bir sual yaranır, bəlkə də dinləyicilərimiz üçün də maraqlı olar. Səfəvi dövlətinin əsasını qoyan o türk, yəni qızılbaş hərbi elitası ilə dövlətin ideoloji kimliyini təmsil edən Şiə ruhani elitası arasındakı o güc balansı zamanla necə dəyişdi? Maraqlı sualdır. Və bu balansın pozulması, deyək ki, imperiyanın zəifləməsi və süqutunda nə dərəcədə rol oynadı? Bu, həqiqətən üzərində düşünməyə dəyər bir məqamdır.